insanların emosional olaraq yaşının yetkinləşdiyi dövr əslində 18 yaş deyil, çox təəssüf ki. 18 yaş olanlar da var. Amma adətən bu bizdə 25 yaş və o 20-30 yaş arası bizim emosional olaraq daha çox böyüdüyümüz dövrdür. O 18 yaşı bizə verirlər ki, müstəqil insansan, müstəqil fikrə sahibsən, nə bilim, müstəqil seçki hüququn var. Hər şeyi 18 yaşın üzərinə qoyuruq. Amma o 18-ə qədər bizim həyat təcrübəmiz nə qədərdir? Demək olar ki, əksəriyyətimizdə cəmi 20-30% ən yaxşı halda. Bizim əsas müstəqilliyimiz başlayır 18-dən sonra. Universitet həyatı, iş həyatı, öz qərarlarını vermək üçün artıq məsuliyyət götürmək həyatı və ona görə biz artıq başlayırıq təcrübə yığmağa. Və biz o təcrübəni yığanda, təcrübəsizliyimizdən də irəli gələrək gözəllik anlayışımız da fərqli olur. Biz düşünürük ki, kimə daha çox diqqət göstərirlər, kiminsə baxışı daha itidirsə, nə bilim, xarici görünüşündə daha bir cəlbedici tərəfi varsa, gözəllik anlayışımız budur. Daxilən özümüzü kəşf etməmiş, birinci xarici gözəlliyə baxırıq.